Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də buyurur ki, əgər deyir bir insanı sevəndə deyir elə sev ki, düşmənin ola bilər. Düşməninə də elə bir kin bəslə ki, bir gün gəlib dostun ola bilər. Yəni ortanı tutmaq, dostundan ötə ölümə getmək deyirlər də. Bu resmə 17 il dostluq amma inandırıcı yəni. inandırıcı gəlmir. O qədər də deyil də, yəni dostun üçün yaşamağı bacarmalısan əslində. Bu qəşəng cümlədir, dostun üçün yaşamaq. Əlbəttə, yəni dostun üçün yaşamaq, yəni ölmək səni daha çox mənəvi olaraq dostluğa ziyan vuracaq. Amma sən onun üçün yaşamağın, onu irəliləmək, onu motivasiya vermək, problemlərində dəstək olmaq, bunun təməli güvəndir. Ümumiyyətlə bir çox münasibətlərdə güvən önəmlidir. Alım-satım işində olsun, dostluqda olsun, həyat yoldaşı ilə arasında olsun. Yəni bu güvən əsas təməllərdən biridir. Amma belə bir şey də deyim ki, dost o demək deyil ki, məsəl üçün səni həmişə dəstəkləsin. Məsəl üçün sən hər pozisyonda haqlı deyilsən. Belə bir insan yoxdur. Hər insanın səhvi olur, yanlış düşüncələri olur, yanlış vərdişləri olur. İkiyüzlülük ortaya girir. Yəni əgər sən bir dostun səhvini demirsənsə, həmişə ona səhv də olsa düz çıxardırsan, bu ikiyüzlülüyə girir qardaş. Sən dostunu əgər tənqid eləmə, amma dost olmalıdır ki, tənqiddən qaçmasın, inciməsin. Əks cinslə qarşı dostluq. Yəni qadınla kişinin dostluğu. Bu həmcinslə dost olmaq çətin məsələdir. Yəni bir şey ki, hormonlar fərqlidir, yapı fərqlidir. İlla amma deyənlər var ki, mən çox qəşəng dostum da. Yəni neçə il dostluq. Podruqa demirlər, amma dostluq deyirlər. Yəni hər birinizi salamlayıram. Bu gün istəyirəm ki, tam biraz fərqli bir ab-havada, fərqli bir məkanda, fərqli bir dostumla sizi tanış edeyim. Həmçinin Allah izin verərsə inşallah ki, bu gün dostcasına bir söhbət eləmiş olasıyıq. İbrahim, səni salamlayıram. Xoş gəlmisən. çox sağ ol, minnətdaram qardaş. Allah razı olsun. Ümid edirəm yaxşısa. Əlbəttə ki. Ramazan nə tər gedir bu arada? Şükür Allaha, yaxşıdır. Hər şey Ramazan qaydadır. O gedir, biz də gedirik. İnşallah, tək yaxşı olsun. Yaxşı. Deməli İbrahim, uzun müddətli dostluq. Biraz Bəli. istəyirəm ki, bundan sən məlumat verəsən. Məsəl üçün bizim dostluq müddətimizdə nə vaxtdan dost olmuşuq, nə qədər müddətli dostluq, nə tər olmuşuq ki, bu qədər müddət dost qala bilmişik. Çox maraqlıdır. Düşündükcə niyə dost olmuşuq? Adına bu sual gəlir. Çox maraqlıdır. Bunu zəhmət olmasa biraz açaq. Həqiqətən fikirləşəndə çox uzun müddətli, amma adama qısa bir ömür kimi gəlir. Yəni məktəb dönəmi 11-ci sinif. Həqiqətən bu qədər müddətli dost olmaq da özü bir böyük bir şeydir. Yəni mən bildiyim qədərilə 7 il müddətində olan dostluqlar və ondan çox olan dostluqlar ömür boyu gedir. Maşallah göz dəyməsin. Bu axırıncı videomuz olmasın. Yəni ümid edirəm bundan sonra yenə dostluğumuz davam edəcək. Yəni onu qeyd edim ki, hardasa 11-ci sinif, üstə gəl 4, bir universitetdə bir olmamışıq da. 17 illik bir Allah həmd olsun bir dostluğumuz var. İbrahim, bu dönəmdə, məsələn bu dostluq dönəmimizi yaşamışıq, Allah həmd olsun. Orada sənə sual vermək istəyirəm ki, dostluğun mahiyyəti nədir yəni? Bizi 17 il bir yerdə saxlayan şey nədir? Sualdır əslində. Bəlkə də bir-birimizə olan güvənimiz, bir-birimizə olan səmimiyyətimiz ola bilər bu mövzuda mən əminəm. Yəni dostluq deyəndə səmimiyyət təbii ki, önəmlidir. Çünki səmimi olmayanda o örtülü bazar dostluğu pozar da. Yəni konkret belədir. Yəni bir şeyi gizlədəndə, gizlətmək deyəndə ki, yəni sanki qeyri-rəsmi insanlar kimi bir-birinə münasibət saxladıqda o dostluq olmayacaq. Biz həmişə məsəl üçün bir-birimizin problemlərinə ortaq olmuşuq. Yəni bu problemi birinə demək məsəl üçün dostluğa deyirsənsə, demək sən ona güvənirsən. Amma çətin bir şeydir ha ki, qarşıdakı insan səni hava qoya bilər, sənin bu zəifliyindən istifadə edib səni vura bilər. Əlbəttə ki, elədir. Çünki dost kəlməsi mənasında odur da. Yəni ailənlə bölüşə bilmədiyin bir problemləri və yaxud türklərdə arkadaş deyirlər. Yəni arxıvu dayanaya biləcəyin bir daş mənasında. Yəni həqiqətən də yəni düzdür. Bizdə o ifadə, o formada istifadə olunmur, amma məna etibarı görsən ki, həqiqətən də insanın o sir bölüşə bilmə məsələsi var. Bugünkü dövrdə özdə çox bu dəqiqə hər şeyin sosial mediada çox rahat yayıldığı məsələn bir şeydir. Mən adını heç deməyəcəm, amma bilir məsələsi də var. Amma mən bildim onu bildim. O məsələ də var. Elə dostluqlar da var. Adam deyir ki, yəni sən rahatsan, sirri mən rahat deyil. Amma gün gəlir bu dostluğun Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də buyurur ki, əgər deyir bir insanı sevəndə deyir elə sev ki,
düşmənin ola bilər. Əlbəttə. Düşməninə də elə bir kin bəstə ki, bir gün gəlib dostun ola bilər. Yəni Elədir, ortanı tutturmaqda. düzdür, Biz amma bəzən olur ki, dostluqlarda həddi aşırıq. Bir də Bəli. mənim ağlımda belə bir sual var. Məsələn, dostundan ötə ölümə getmək deyirlər də. Bu biraz mən 17 il dostluq amma İnandırıcı. inandırıcı gəlmir. O qədər də deyil də, yəni. Yəni elə qaqaşlar da var. Yəni ki, deyir ki, o mən dostum üçün ölümə belə gedərəm yəni. Situasiyaya bağlı bir şeydir. Bəlkə də dostluğun dərəcəsindən. Ölümə getmək deyəndə sən dostun üçün yaşamağı bacarmalısan əslində. Bu Qəşəng cümlədir, dostun üçün. hə, əlbəttə, yəni dostun üçün yaşamaq, yəni ölmək sənin daha çox mənəvi olaraq dostluğa ziyan vuracaq. Amma sən onun üçün yaşamağın, onu irəliləmək, onu motivasiya vermək, problemlərində dəstək olmaq, şərt deyil ki, məsəl üçün maddi olaraq kömək eləyəsən. Yəni bir Kasıb insana dostu olar. kasıb dost, onsuz biz kasıb dost olunca inşallah maddi də olar, Allah qoysa. Sadəcə olaraq Araya girəndə də dostluqlar bölündü. bu günün ən böyük problemlərindən biridir. Dostluğun sınaq mərkəzidir ora. Ki pul, biznes, bir biznesdə biz əlhamdülillah o biznesdə də bir cüzi də olsa sınamışıq. Biznesini Çox cüzi biznesmen olaraq tutmasa belə. bəli, çox. Amma Allahın iznə bir yerdə olmuş. Orada da bir sınaq oldu ki, yəni alım-satım məsələsi olsun. Burada belə məsələn pul söhbətində bir-birimizdən narazı qalmadıq. Mən o şeydə çox Halallıq. sevindim. Sonda artıq məsələ bir bağlayıb biçəndə, yəni Əlbəttə. qəpiyinə qədər halallaşıb qarış. Bunu halal xoşun olsun deyib elə sağollaşıb. Yəni, belə deyə bilərik ki, həqiqətən dediyim kimi dostluğun təməli güvəndir. Ümumiyyətlə bir çox münasibətlərdə güvən önəmlidir. Alım-satım işində olsun, dostluqda olsun, həyat yoldaşı ilə ları arasında olsun. Yəni bu güvən əsas təməllərdən biridir. Sonra nə deyə bilərik bu barədə? Güvəndən sui-istifadə eləmək də yaxşı bir şeydir də. Məsəl üçün mən deyək ki, sən mənə güvənirsən, düzdür? Əlbəttə. Mən sənə nə gəldi deyə bilmərəm. Bu doğru bir şeydir. Yəni sərhəd olmalıdır da. Məsələn, o demək deyil ki, İbrahim mənim dostumdur. Mən İbrahimi bildiyim qədər qəşəng tənqid edirəm. Bu mənaya gəlməməlidir. Yəni normalda mən sərhəddini bilməliyəm ki, mən İbrahimə hansı sözü necə deməliyəm ki, aramızda dostluq incinməsin. Düzdür. Amma belə bir şey də deyim ki, dost o demək deyil ki, məsəl üçün səni həmişə dəstəkləsin. Məsəl üçün sən hər pozisyonda haqlı deyilsən. Belə bir insan yoxdur. Hər insanın səhvi olur, yanlış düşüncələri olur, yanlış vərdişləri olur. Məsələn, bir dostun deyək ki, bütün günü oyun oynayır. Yəni səni də o vərdişlərə yönləndirməyə çalışır. Əgər dost olaraq, dost bəzən tənqid eləməyə bacarmalıdır. Niyə bacarmalıdır ki, əgər ki bir dostu, əsl dostsa, səni düzgün yola yönləndirməlidir. Sənin özün gələcəyin düşündüyü qədər, gələcəkdə məsəl üçün eləyəcəyi işləri, ixtisası, sənəti, yolunu seçdiyi kimi dostu üçün də bir cığır atmağa çalışmalıdır. Burada şərt sənin ondan ağıllı olduğun mənasına gəlmir. Sadəcə dostunu düşünən biri onun üçün də bir yol seçməlidir məncə. Düşünürəm ki, dostluq həm ağılla, həm də duyğuların paylaşmasıyla ortaqlıq olan bir şeydir. Tək duyğulara bağlamamaq lazım. Çünki duyğu elə bir şeydir ki, insanın gözünü kör edir. Necə ki, bir insan çox sevəndə birini, onun bütün qüsurlarını... Deyir ki, sevgi deyir, göz bulanıqlığıdır. Gözün bulanığı da sevəndə. Evlərindən sonra deyir, gözün bir dəfə hə deyirsə, bütün dünyanın qərarı. Ondan da gedirəm. Hə, yəni dostluq da elədir. Məsələn, çox ikiyüzlülük ortaya girir. Yəni, əgər sən bir dostun səhvini demirsənsə, həmişə ona səhv də olsa düz çıxardırsan, bu ikiyüzlülüyə girir, qardaş. Sən dostun əgər tənqid eləmə, amma dost olmalıdır ki, tənqiddən qaçmasın, inciməsin. Orada üslub önəmlidir. Əlbəttə, sözü... Sənə bir söz deməliyəm, bir var bunu yumuşatmaq deyəndə də, yəni, mən bilirəm ki, mən bu sözü sənə belə desəm, inciməzsən da. Əlbəttə. Amma bu, təbii ki, o demək deyil. Mən kobud sözdə sənə deyirəm ki, aslında İbrahimdir də, aramızda bir dostluq var. Baltalamaq lazımdır, yəni. Üslubuna uyğun bir şəkildə sözü demək lazımdır ki, qarşıdan insan inciməsin və bu dostluq uzun müddət ola bilsin də. Məsəl üçün, bu belə bir sitat var ki, dost insanın qaranlığında işıq yandıran bir insandır. Bu stada fikrin nədir yəni? Necə bir qaranlıq ola bilər? Məsəl üçün, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, insan dostunun dini üzərindədir. Bu nədir? Məsələn, bunu necə başa düşürsən? Məsəl üçün, bu suala izah edəcək. Bu suala çox fərqli baxış açısından baxmaq olar.
bir neçə mövqedən baxmaq olar. İnanc sahibi olan insanların dostluqları və inanc sahibi olmayan insanların eyni zamanda inanclı ilə inancsızın dostluqları. Əslində Alınlar mı bu səncə? dostluqlar İnancsız dedin. inanclı ilə inancsızın dostluğu nə mənada alınır? Əgər dostluğa inancı qatmasalar, nə mənada? Çünki bir-birinə maddi olaraq, mənəvi olaraq bu dəstəkləri göstərmək üçün inanc sahibi olmasan belə bunları göstərsən. Çünki şahidi olmuşuq. Məsələn, əsgər yoldaşları ola bilər, məktəbdə. Amma onlar da sərhədsiz edirlər, fərqindəsənsə. Yəni əsgər yoldaş deyir ki, amma onlarda mən bu mütləq şəkildə bunu prinsip olmur da. Məsəl üçün inanca bağlı insanların bir inanca, bir təmələ bağlı olaraq davranış göstərirlər və o təməl üzərindən bir-birini qılırlar. Amma inancı olmayan bir insanın məsəl üçün orada kəsişə bilir. İnancı olanla inancı olmayan bir insanın düşüncə fərqindən dolayı sözləri qaldı düşməyə bilir və yəni. bir-birinə də çox təsir göstərir bu insanlar. Orada artıq kimin ağır basmağı söhbəti ortaya minir ki, Adətən amma başqa tərəf ağır basır. çünki Deyək ki, bir gördüyünüzdə pis toplum çətindir. var. Deyək ki, bütün pis vərdişlərə aid olmuş bir dostu var. Bir tərəfdə bir çətin imanı məsələ. ixlaslı bir qardaşımız var. Bunlar toqquşurlar. Əməlli Neçə illik dostdular. Amma hansının çəkici tərəfi dediyin kimi, imanlı tərəfinin çəkici tərəfi nə qədərdir? Bu sual altındadır ki, imanına baxır bu adamın. Elə bir ortamda, toplumda nə qədər, məsələn, adi sən özün də yaşamış olsan, mən özüm də yaşamış olaram. 4-5 nəfər namaz qılmayan, bir nəfər sən namaz qılan. Avtomatik ağzından qəribə sözlər çıxmağa başlayır. Onlara onsuz önəmlidir. ortama uymağa çalışırsan, yəni dindən yeri gələndə taviz verirsən ki, verməli deyilsən. Amma indi biraz fərqli seriyə. Biz vərdişlərə aid olmuş adam gəlir düşüb 5 dənə namaz qılan içinə. Maşallah, inşallah. Yəni görsən ki, avtomatik məzmun girir o söhbətə. Elədir, Məsələn, elədir. söyməməyə diqqət edir ki, bu adam namaz qılandır. əlbəttə Onlara belə onların diqqət edirlər. prinsiplərinə uymağa çalışır, onların Hətta həyat bunun tərzinə uymağa tərəfi çalışır. nədir? Elmi tərəfi nədir? Beynində aynalayan neyronlar var ki, bu neyronların məqsədi bir-birini aynalamaqdır. Yəni bir ortama girəndə bizim bir-birimizin rahat şəkildə uyğunlaşa bilməyimiz, bir topluma uyğunlaşa bilməyimizi sağlayan o beynimizdə o aynalaya bilmən neyronlar var ki, məqsədləri sadəcə o hərəkətləri, məsələn, bir insanı təqlid edirik, aynalayırıq da, onu rahat şəkildə edə bilmək. Yəni Allah insanı o formatda yaradıbdır. Ona görə də məsələn ayətdə buyurur, salihlərlə bərabər olun da. Demir salih olun, amma deyir salihlərlə bərabər olun. Salihlərlə bərabər olmaq çox önəmli bir şeydir, yəni. Düzdür. Bakının bu dönəmində rayondan çıxıb gəlmiş insanlar, ailədən uzaq, nə düşün, əsasən o çatma ehtiyacı və səni tanımamaqları. Bəli, məsəl üçün bu dövrümüzün ən böyük problemi istər bizim cinsdən olsun, istər əks cinsdən olsun, Bakıya gələndə bir rahatlama yaşayırlar. Bu da onlara mənfi təsir göstərir ki, biraz mövzudan kənar oldu. Yəni orada da yenə dostların düzgün seçməməkdən irəli gələ bilər. Çünki belə bir gözəl söz var, deyir 5 dostluğun ortalaması. Yəni sən ətrafında 5 dost nə vəziyyətdədir, necədirsə, onların ortalamasısan. Bir də sənə bir sual da vermək istəyirəm. Mən əslində ümumiyyətlə razılaşmadığım şeydə açığa bildiyim, əks cinslə qarşı dostluq. Yəni qadınla kişinin dostluğu. Bu həmcinslə dost olmaq çətin məsələdir. Yəni bir şey ki, hormonlar fərqlidir, yapı fərqlidir. İlla amma deyənlər var ki, mən çox qəşəng dostum da. Yəni neçə ildir dostluq. Podruqa demirlər, amma dostluq deyirlər. Yəni uşaq vaxtı biri uşaqlıq dostumdur. Hətta onu deyən də var. Çox maraqlı bir sualdır. Sinifdə bir yerdə bir partda oturmuşuq deyənlər də var. Ünsiyyət qurduqca istər-istəməz insana təsir göstərdiyinə görə qızla oğlanın dostluğunda biraz problem var. Əslində belə cəmiyyətdə də problem odur ki, yəni oğlanla dostluq edən bir qızın, yəni mən şəxsən istəmərəm ki, mənim gələcək həyat yoldaşım hansı oğlanla dostluq elədikdən sonra mənim yanıma gəlsin və yaxud hansısa bir oğlan da bunu istəməz deyə düşünürəm. Yəni yaxşı normalda bir şey. Qəbul olunmayacaq bir şeydir. Əslində olmamağı lazım olan bir şey. Barıt kimi bir şeydir. Əlbəttə ki, yəni orada bir yerdə patlaya bilər. Hətta bizə nətərdir? Bəzən deyirlər ki, yox, bizim sadəcə hisslərimiz, duyğularımız dostdan ötəsinə keçmir. Amma bu adam əlindən tutur. Yeri gələndə belə yaxınlaşıb zarafatla öpür eləyir. Amma deyir ki, mən dostam. Yəni mən ancaq dost niyyətinə yanaşmışam. Kim aldadır? Yəni də kim aldadır? Yəni içində olan məsələn qarşı tərəfdə, amma bilirsən, qız tərəfdə əsasən bilmir ki, bu adam ondan sui-istifadə edir. Öz duyğu və ehtiramını ondan öz doyuzdurmağa çalışır.
kimdənsə gəlib hə ala bilmir. Bu yolla öz hisslərini mənim də yanımda biri olsun deyib. Hətta bax maraqlı bir şey. Ola bilər ki, düşünə bilər. Qızlarla çox ünsiyyət quran oğlan belə düşünürlər ki, güya gələcəkdə həyat yoldaşı seçəndə bu adam üçün bir yaşı işıq olur. Niyə? Çünki bu qızlarla çox cürüq eləyib. Amma əksinə bilsən nə olur? O insan həyat yoldaşı ilə münasibətdə daha aşağı səviyyədə olur. Bilirsən niyə? Çünki o doyuzdurulmuş bir gənc potensialındadır. Bütün hisslərini, duyğularını başqa qadınlarla doyurur. İşin mən boyutunu demirəm, yəni əl toxunma, adi şeylərdən bəhs edirəm. Əl toxunur, öpür, eləyir. Bunların hamısına zarafatlaşırlar, eləyirlər, deyirlər, gülürlər, əylənirlər, çıxanda bir yerə gedirlər. Bunların hamısını başqa qadınlarla eləyəndə həyat yoldaşına gələndə bu adam sönür. Niyə? Çünki doyub artıq. Bir növ belə deyək də ateşinə su atır. Ay salat, yəni alovu söndürdü, getdi yəni. Yəni özünü saxlamır da. O qədər şey yaşayıb ki, ətrafı qız dolu olan biri. Yəni bəzən məsələn bu bilsən necə bir şey oxşuyur. Məsələn biz Avropadakı həyat tərzinə baxanda görürük ki, orada insanlar bir-birinə daha laqeyd yanaşır. Nə mənada? Diqqət vermir də kim nə eləyir, necə gəzir. Azadlıq. Azadlıq var. Dırnaqarası azadlıq var və bu azadlıq ondan qaynaqlanır ki, artıq göz görür. Elə o dediyin şey də onunla əlaqəlidir ki, yəni bu insan çox qızla gəzir, çox qız görür, artıq onu doyub da o şey. Ona görə artıq o əslində evliliklərə də təsir göstərir. Çünki evlilik də məsəl üçün evli olan biri ilə həyat yoldaşını eləyəcəyin o qədər aktivitələri eləmiş olursan, sənin üçün maraqlı gəlmir. Problem orada qaynaqlanır. İndi buradan məsələn sözü cəmləsək ki, yəni qızla oğlanın dostluğu doğru olan bir şey deyil. Kim hər nə qədər deyir ki, biz belə canı gönüldən dostluq. Yəni praktikaya dayanmış bir şeydir. Mən də təsdiqləyirəm. Mənim də düşüncəm olubdur ki, yəni hardasa anlar. Yəni bir vaxtlar uşaq olmuşum. Əslində bir sənətlər olur. Bir oğlan bir qızla dostluq adına yola çıxırsa, gecə tezi var ki, bir yerdə çatlayır. O iki tərəfdən biri. Yəni ya evliliyə gedəcək. Elədir. Gedənlər də var deyə ümid edirəm. Var da, var, faktiki olaraq var. Amma evliliyə getməyənlər var, bədbəxtçilik üz verənlər də var. O şeylər də var, dostluq adı altında. Ona görə o təhlükədən uzaq qaçmaq lazımdır. Nə qədər də iradəli olsan, bir yerdə patlayır. Bilməm, indi bir sual da verim. Pis gündə dostun hər daim yanında olmalıdırmı? Yəni hər bir pis gündə bu dost yanında bitməlidir. Sənin yaxşı günün yoxdursa, qardaşım, dost nəsə. Dost, abi, məncə məsafə dostluqda bir önəm kəsb bilər. Məsələn, mənim bir uşaqlıq dostum var ki, mən də Bakıda Koroğluda qalıram, o da Koroğluda qalır. Bir avtobusluq aramızda məsafə var. Görüşənmirik elə olur. Yəni məsafə məsələn uşaqlıqdan bir yerdə olmuşuq. Yaydan yaya görüşdüyümüz insan olur. Mən ona zəng edib açanda elə bil ki, dünən ayrılmışıq. Yəni elə bir münasibət yaranır. Bizim özümüzün münasibətdə də mən görmüşəm. Elə sən 3 ay məsələn yazışmadığımız olur. Bir gün elə yazışırıq ki, elə bir sağollaşmışıq kimi olur. Mən bunu Allah həmd olsun bir neçə dostumda bu formada görmüşəm. Məsələn, uzun müddət yazışmırıq. 1 ay, 2 ay məsələn. Düzdür. Birdən yazıram, salam nətərsən. O da başlayırıq biz zarafat. Belə şeylər olur. Yəni bu şey var ya, uşağın ailədə anadan sağlam şəkildə ayrılması var. Məsələn, uşağı ana deyir, sən burada deyən mən deyib, uşaq başlayır ağlamağa, çox uşaq elədir. Amma sağlam uşaq, anası orada deyəndə ki, dayan, anası orada gözləyə bilən uşaqdır yəni. Əlbəttə. Bu münasibətlərdə də bu formadır. Məsələn, mən dostluğumdan sağlam şəkildə ayrıldım. Məsələn, mən ayrılanda heç vaxt səndən düşünmürəm ki, uzaqlaşıb, məsələn, 3 ay, 1 ay, məsələn, 2 ay yazışmırıq. Düşünmürəm ki, İbrahimlə aramı soyub, düşünmürəm. Əlbəttə. Sən də düşünmürsən bunu. Düşünsəydi, yəni dost ola bilməzdik. Təbii ki, yəni bir dəfə yazmayacaq, 2 dəfə vəsiyyət də nömrəni silərsən, pullayarsan, bu şey məndən alınmır. Yəni ona görə məsafə önəm kəsb eləmir. Bir də dost hər dəfə yanında olmalıdırmı? Söhbəti şeydir. Dost düzdür. Yəni sənə dəstək olmalıdır, sənin problemlərinə ortaq olmalıdır, köməklik göstərməlidir, məsləhət verməlidir. Lakin hər daim dediyimiz kimi məsafə, elə dostluğuna dediyimiz kimi məsafə var. Yəni hər daim gələ bilməz. Əgər ki sən onun gəlmədiyinə görə inciyirsənsə, yəqin sən yaxşı dost deyilsən. Təbii ki. Yəni ona görə insanlara kompleksli yanaşmamalısan, dostun belə olsa. Onların da onlara empatiya qurmağı bacarmalısan dostun yerinə. Çünki dostunun da özünün bir öhdəlikləri var, problemlər var. Ən əsası da bir şey qeyd etmək istəyirəm. Yəni uşaqlıqda biz məsələn uşaqlarla çoxlu əylənmişik, gəzmişik, futbol oynamışıq.
aktivitelər eləmişik də. Oyunlar Amma oynamışıq. yaş böyüdükcə məsuliyyətlər çoxalır. Təbii ki. Məsəl üçün Ceyhun qardaş artıq evlidir. Mən onu 3 gündən bir deyənmərəm, dur, gəl, ya oyun oynamağa gedək, ya Burada çay belə başa içək. düşmək lazımdır yəni. Yəni İncimək məsələsi. öhdəliklər və məsuliyyətlər Lağa qoymaq, yüklənmiş. evləndi daha bizi görmürdü. Ola ki, bu deyən adam da bilmir ki, axirətdə sabah bir gün bu adam hesab çəkəndə ən yaxın olduğu adam, ən çox ünsiyyətdə olduğu, qırdığı, incitdiyi, daimi alış-verişdə olduğu həyat yoldaşıdır. Bu ondan haqq sahibidir də. Yəni Əlbəttə, oradan belə Təbii ki, adamın dostluq yeməyini haqqı var, bişirən odur. Yəni işlərini görən odur, qulluğunda işlərini duran olan odur. Evdə ay sağ ol, işləri o onun da görür. danışma ehtiyacı, söhbət Yəni, etmə ehtiyacı var. Amma bu əlbəttə, adam gəlir, oturur adam- dostuna söhbət O Amma ki, əlbəttə. evlənəndə evə Yox, qənə dostu sirli kontaktda hamısını atdın. belə də olmalı deyil təbii ki. Yox, yox. Ona görə deyirəm də, dost empatiya qurmağı bacarmalıdır. Yəni məsələn, öhdəlikləri bilməlidir. O dostun olduğu, öhdəlik sahibi olduğunu bilməlidir. Ona görə dediyim kimi ortaq qərara gəldik ki, müəyyənləşdirdik ki, münasibətdə empatiya olduğu müddətcə məsafənin heç bir önəmi yox. Təbii ki. Bu günlük bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı oldu. İnşallah daha fərqli mövzularda danışmaq ümidi ilə. Əgər sizin də bizə hər hansısa bir fərqli bir mövzu haqqında danışmamızı istəyirsə, şərh bölməsində yazaraq bizə bildirə bilərsiniz. İstəyirik ki, daha axıcı, daha gözəl və daha fərqli mövzularla qarşınıza çıxaq. Yəni mövzular çoxdur, təkliflərə açığıq. Yəni bir başdansa iki baş daha yaxşıdır. Təbii ki, bir başqa Yəni iştirak ona var. görə daha əyləncəli, daha kreativ videolar çəkməyə özümüzü yönləndirmişik. Bu da iki dostun sərgüzəştləri idi. Allah qoysa daha belə fərqli videolarda inşallah görüşmək çıxacaq ümidi ilə. qarşınıza. Bizi dinlədiyiniz üçün çox sağ olun. Görüşmək ümidi ilə.